Axşamınız xeyir, hörmətli izləyicilər. Birisi bizim məclisin üzvləri kimi, bəziləri təbii kimi, deputatlar kimi fantastik fikirlərə malik olan dünyada, yer üzündə belə deputatlar, belə bir parlament nümayəndələri yoxdur. Ay qardaş, indi biri durub deputat deyir ki, adını da çəkmirəm heç. Deyir ki, gəlin arvad sözünü dəyişək, arvad deməyək. Bəs nə deyək qardaş? Hə? Bəlkə komandir deyək, o kinoda deyək, komandir gəlir. Bəlkə komandir deyək, cövcə deyək, ya kınyagina deyək, nə deyək bəs? Bizim dədəbaba sözümüzdür də, arvad və kişi. Bunlar bir-birinə uyuşan sözlərdir də. Keçmişdə bizim babalarımız, ulu babalarımız deyirdi, ay arvad bura gəl, ay arvad bunu fərə eləyək, bunu elə eləyək, necə eləyək. Bəs nə deməlidir? Mən öz həyat yoldaşıma, ailəmə arvad deyirəmsə, sənə nə dəxli var bunun? Deyirik, məni cərimə edəcəksən. Sizin işiniz, gücünüz yoxdur, ha kişi. Ayıb deyə, valla mən bilmirəm. Biri durub deyir ki, nə bilim, göyərçinlərə cərimə, dən verenlərə cərimə edək. Biri deyir ki, uşaq pulu verməyək. Biri deyir, bizim ərazidə bu qədər maşın var, taksilərə 10 naloq qoyaq. Hamı deputatların bəziləri tutub bu millətin yaxasını sürüyür, ora-bura. Bir bu millətin xeyrinə bir iş deyin də, bir təklif buyurun da sizdə. Sən mənim azadlığımı əlimdən alsa, sən deyirsən ki, arvad demə. Əcə bilib deyirəm, sənə kimdən nə dəxli var onun? Sən kimsən mənə göstəriş ver ki, arvad, bəs nə deyək? Hə? Kefim istədə xanım deyirəm, kefim istədə arvad deyirəm. Sonra, sən üzr istəyirəm, ailəvə nə istsən deyin, sən xanım deyilsən, nə bilim, deyə bilərsən, öz ifadə önünə, ürəyimdən də keçir, amma mənim işimə niyə qarşısan sən? Cəmaatın ailəsindən niyə girirsən? Hə? Bu, bizim, bu yarı lüt televiziya çıxıb bizim mənəvi dəyərlərimizi, əxlaqımızı məhv edən adamlar haqqında birimiz ağzınızı açıb demirsiniz ki, bunların haqqında cərimə verək, nə bilim, cərimə eləyək, bunları cəzalandıraq, bunlar üçün qanunu çıxardaq. Vecvizə də öyle hiçbir bizim. Amma deyirsiniz ki, yox. Harada xalqın dəyərləri var, onları məhv eləməyə çalışırsınız. Bəziləri təbii, bəzi deputatlar. Qardaş, siz xalqın deputatısınız, seçilmiş deyirəm mən. Kimlər neysə deyə bilər. Seçilmiş deputatısan sən. Xalq seçib bura qoyub ki, sən o xalqın rifahı üçün, dəyərləri üçün, nə bilim, o müəyyən köməklikləri üçün çalışasan. Yoxsa ki, durursan, həyəsi yatır, bir gecə bir şey fikirləşir, durur ayağa, deyir ki, səhər gəl bunu belə eləyək. Adamı gülmək tutur ya, arvad sözünü demə. Deməli, biz keçmiş dəyərlərimizdən ayrılaq da, indi deyək, kınyagina deyək, cövcə deyək, xatun deyək, nə bilim, qanunlaşdırın. Kim deməsə, arvad desə, cərimə eləyin, hə? Adam bilmir, valla. Hara gedirik bizi, hara? Bizim baş bilənimiz, deputatlar belə bir, necə deyərlər, xalqın qabağına düşüb bu cür hara aparır bu milləti? Sağ olun.